Qaz badaracayacaq, limitlər ləğv olunur. Əzinəllər, hörmətli babalar, min bir əziyyətlə, çətinliklə bu ölkəni qurub, bu günlərə gətirən, hər daşında, hər kərbicində zəhmət olan, ömrünü vətənə, ailəsinə əsr etmiş dəyərli böylərim. Mən bugün sizə ürək ağrısı ilə, həm də bir hüquqşünas olaraq, qanunlara, haqq ədalətə söykənərək danışmaq istəyirəm. Danışdıqlarım bəlkə də qulağınıza ağır gələcək, bəlkə də yuxunuzu qasıracaq. Amma gerçəkliyi bilmək hər zaman daha yaxşıdır. Hər zaman deyirəm ki, bilikli olmaq, hüquqlarını tanımaq hər bir vətəndaşın borcudur. Xüsusilə də sizin kimi ağsaqqal və ağbirçəklərin. Qulaq asın, xəbər heç də ürəkaçan deyil. Tarif Şurasının kularlarında fəal şəkildə müzakirə olunan bir qərar layihəsi var. Adı da çox sərt səslənir. 88 saylı qərar layihəsi. Bu layihəyə görə əhalinin qaz istehlakı üçün mövcud olan limitlərin tamamilə ləğv edilməsi gözlənilir. Yadınızdadır, əvvəllər biz bir miqdar qaza, məsələn, aylıq 200 kub metrə qədər güzəşli qiymətlə, məsələn, 10 qəpiy ödəyirdik, ondan yuxarı isə daha baha qiymətə. Bu, az da olsa əhalinin, xüsusən də siz pensiyaçılarımızın büdcəsinə biraz yüngüllük gətirirdi. Amma indi, əgər bu layihə qəbul olunarsa, ilk gündən başlayaraq hər bir kub metr qaz üçün 24 qəpiy ödəmək məcburiyyətində qalacaq. Təsəvvür edin, hər kub metrə 24 qəpiy. Bu, əvvəlki güzəşli qiymətlə müqayisədə 2 dəfədən də çox artım deməkdir. Siz bu ölkənin hər daşında, hər qatramında zəhmətiniz olan insanlarsınız. Ömrünüzü sovxozlarda, kolxozlarda, fabriklərdə, zavodlarda, məktəblərdə, xəstəxanalarda keçirmisiniz. 30 il, 40 il, bəlkə də 50 il bu dövlətə xidmət etmisiniz. Bəs indi sizə minnətdarlıq əvəzinə, soyuq qışda isti ocağınızı yandıra bilmək üçün daha çox pul ödəmək təklif olunur. Yaxşı, soruşuram sizdən, ay pensiyaçılar. Ömrünüz boyu halal zəhmətinizlə bu vətəni quranlar, 50 illik zəhmətinizin əvəzi bu olmalıdırmı? Neçə il çalışdınız ki, bu 300 manat pensiyanı alasınız? Bəs indi o 300 manat pensiya ilə bu qışda evi isitməyə pulunuz çatacaqmı? Fikirlərinizi, acı təcrübələrinizi, qurban verdiyiniz illəri, bugünkü çətinliklərinizi mütləq şərhlərdə yazın. Qoy hər kəs görsün, hər kəs eşitsin, səsiniz yayılsın. Unutmayın ki, sizin hər bir şərhiniz, hər bir kəlməniz bu haqsızlığa qarşı bir səsdir. Əziz tamaşaçılar, bu cür vacib qanun dəyişikliklərindən xəbərdar olmaq, hüquqlarınızı qorumaq üçün kanala abunə olmağı unutmayın. Çünki bu kanal hər zaman sizin yanınızda olacaq, haqqınızı tələb etməyə kömək edəcək. Yadınızdadır, bir neçə il əvvəl necə idi? Qaz istehlakına limitlər tətbiq olunurdu. Amma bu limitlər əhalinin böyük əksəriyyətini, xüsusilə də yaşlılarımızın, kənd yerlərində yaşayanların ehtiyaclarını nəzərə alırdı. Məsələn, bir kənd evində yaşayan nənəmiz, babamız öz 2 otağını, bir də mətbəxini isitmək üçün ayda 150-200 kub metr qaz istifadə edərdi. O miqdar üçün də güzəşli qiymət ödənirdi. Bu güzəşlər pensiyaçımın, hansı ki ayda 300 manat, bəzən daha az pensiya alır, büdcəsinə bir balaca da olsa dəstək idi. Bəzən bu pensiya ilə nəvələrinin, qohum əqrəbasının yanına gedib gəlməyə yol pulu, təzyiq dərmanı almağa pul tapılmırdı. Amma heç olmasa evində isti olurdu, ocağı yanırdı. O ocağın başında toplaşan nəvələrə nağıllar danışırdı, onları soyuqdan qoruyurdu. İndi isə bu ocağı yandırmaq, evi isitmək üçün daha çox pul tələb olunacaq. Təsəvvür edin, soyuq yanvar günlərində, qışın şaxtasında, bölgələrdə, kəndlərdə evlər nə qədər qaz sərf edir? Bəzən bir ayda 300, 400, hətta 500 kub metr qaz istifadə olunur. Əgər hər kub metr 24 qəpiy olarsa, o zaman bu ayda 720 manatdan 1200 manata qədər qaz pulu deməkdir. 300 manat pensiya alan bir nənə, bir baba bu qədər pulu necə ödəyəcək? Bu sadəcə evini isitmək üçün tələb olunan məblərdir. Bəs qida, bəs dərman, bəs digər ehtiyaclar. Bu vəziyyət yoxsulluq həddində yaşayan minlərlə pensiyası ailəsini çıxılmaz vəziyyətə salacaq. Bəli, bilirəm, deyəcəksiniz ki, bəzi yaşlıların Bakıda işləyən, yaxud Rusiya və Türkiyədə çörək pulu qazanan övladları var. Onlar valideynlərinə kömək edirlər. Bəs olmayanlar? Bəs tək yaşayanlar? Bəs övladları da özü kimi çətinlik çəkənlər? Onlar nə etməlidir? Dövlət Sosial Müdafiə Fondu, DSMF, bizim pensiyalarımızın təminatçısıdır. Amma fond pensiya təminatının məbləğini artırmaq əvəzinə, dövlət dolayı yolla kommunal xərcləri artıraraq pensiyaçının cibinə əl uzadır. Bələdiyyələr, icra hakimiyyəti orqanları yerlərdə yaşlıların vəziyyətini yaxşı bilirlər. Onlar kəndlərdə, rayonlarda hər kəsin çətinliklərindən xəbərdardırlar.
Lakin bu cür qərarlar qəbul edilərkən, nədənsə məhz bu çətin vəziyyətdə olan insanlar unudulur. Unudulur ki, yaşlıların çoxu hələ də soba ilə isinən evlərdə yaşayır, yaxud köhnə, enerjiyə az qənaət edən evlərdə. Onların evlərini təmir etmək, müasir isitmə sistemləri quraşdırmaq üçün pulları yoxdur. Onlar illər boyu çalışıblar. Bəs bugün onların qocalıq illərini rahat keçirmələrinə niyə imkan verilmir? Bu qərar layihəsi xüsusilə 300 manatdan az pensiya alanları, yaxud kənd yerlərində, böyük həcmli evlərdə yaşayan pensiyasılarımızı risk altına atır. Onların evlərini isitmək daha baha başa gələcək. Kimlərə artım veriləcəyi barədə isə hələ də qeyri-müəyyənlik var. Bəzi kateqoriyalara, məsələn, müharibə veteranlarına, əlilliyi olan şəxslərə müəyyən güzəştlər tətbiq oluna bilər. Amma əhalinin böyük bir hissəsi, yəni sadə pensiyasılar, hansı ki illərlə dövlətə xidmət ediblər, indi bu yükün altında qalacaqlar. Hər il pensiya indeksasiyası aparılsa da, bu inflyasiyanı, kommunal xərclərin artımını heç vaxt tam kompensasiya etmir. Belə çıxır ki, pensiyanın üzərinə 100% gəlsən də, qaz pulu 24 qəpik olarsa, yenə də zərərli çıxırsan. Yadıma gəlir, Gəncə yaxınlığında bir kənddə Ağbirçək nənə ilə rastlaşmışdım. 85 yaşı vardı. Ömrünün 60 ilini pambıq tarlasında keçirmişdi. Əlləri də quru, çatlar içində idi. Üzündə zamanın və zəhmətin izləri vardı. Bir oğlu var idi, o da Bakıda fəhlə işləyirdi. Özü də kirayədə qalırdı. Anasına ancaq ayda 50 ya da 60 manat göndərə bilirdi. Nənənin pensiyası 250 manat idi. Yazdırdığı yeganə qaz sobası var idi. Onu da ancaq soyuqdan donanda yandırırdı. Deyirdi ki, ay bala, 50 il çalışmışam, pensiyam da budur. İndi deyirlər qaz bahalaşacaq, mən o pulu hardan verim? Evdə nəvələrim də gəlir, onlara isti yer olmalıdır. Deyirlər ki, az istifadə edin. Ay bala, kənd evidir, divarları nazik, hər yerdən yel vurur, necə az istifadə edim? Nəfəsim də yoxdur, ürəyim də xəstədir. Mən bu soyuqda necə yaşayayım? Baxın, bu sadəcə bir nümunədir. Bu cür yüzlərlə, minlərlə nənə və babamız var. Onlar illər boyu zəhmət çəkiblər ki, bu ölkənin gələcəyi olsun. İndi isə gələcəyə çıxarılan qaz pulu onları boğur. Yaşlılarımızın çoxu, xüsusən də kəndlərdə, texnoloji yeniliklərdən uzaqdırlar. Onlar enerji qənaəti barədə bilmirlər. Evlərini izolyasiya etməyə imkanları yoxdur. Övladları Bakıda və ya xaricdə işləyərkən onlar tək qalırlar. Tək başına bu çətinliklərlə mübarizə aparırlar. Bəzən qaz sayğacına baxa bilmirlər. Bəzən pulu kart vasitəsilə yükləməyi bacarmırlar. Hər şey onların çiyninə yüklənir. Və bu sadəcə bir qaz qiyməti məsələsi deyil. Bu, yaşlılarımıza qarşı olan münasibətin göstəricisidir. Onlar bizim cəmiyyətimizin əsas sütunlarıdır. Bizim ağsaqqallarımız, ağbirçəklərimizdir. Onlara hörmət etmək, onları qorumaq hər birimizin borcudur. Dövlətin isə əsas vəzifəsidir. Bu vəziyyət sizi narahat edirmi? Özünüzü, yaxud valideynlərinizi bu vəziyyətdə görürsünüzmü? Sizcə dövlət yaşlılara qarşı necə davranmalıdır? Hansı dəstək tədbirləri görülməlidir? Siz öz pensiyanızla bu qış necə isinəcəksiniz? Bəlkə bu günə qədər həyatınızda qarşılaşdığınız çətinliklərdən, bu bahalıqla necə mübarizə aparmağınızdan yaza bilərsiniz. Sizin təcrübəniz başqaları üçün də faydalı ola bilər. Şərhlərdə öz fikirlərinizi, arzularınızı, təkliflərinizi bölüşün. Bəs bu vəziyyətdən necə çıxmaq olar? Bir hüquqşünas kimi mən sizə bəzi tövsiyələr verə bilərəm. Birincisi, məlumatlı olun. Bu qərar layihəsi hələ qəbul olunmayıb. Bu hələ müzakirə mərhələsindədir. Biz hamımız bir yerdə səsimizi ucaltmalıyıq ki, bu qərarın ədalətsiz olduğunu bildirək. Sosial şəbəkələrdə, yerli qəzetlərdə, televiziyalarda bu mövzunu qabartmaq lazımdır. Vətəndaş cəmiyyəti aktivliyi bu cür qərarların dəyişdirilməsində çox önəmli rol oynaya bilər. İkincisi, əgər bu qərar qəbul olunarsa, hər bir pensiyaçı öz hüquqlarını bilməlidir. Dövlət Sosial Müdafiə Fondu, DSMF ilə daim əlaqədə olun. Pensiyanızın düzgün hesablandığından, bütün əlavələrin və güzəştlərin tətbiq olunduğundan əmin olun. Əgər sizə hər hansı bir güzəş düşürsə, məsələn, müharibə iştirakçısı, əlil statusu və s. onun tətbiq olunmasını tələb edin. Üçüncüsü, enerjiyə qənaət edin. Bəli, bu çətindir. Amma mümkün qədər evinizin izolyasiyasına diqqət edin. Pəncərələrinizin və qapılarınızın möhkəm bağlanmasına, çatlar yoxdursa, əlavə izolyasiya vasitələrindən istifadəyə fikir verin. Qaz cihazlarınızı texniki cəhətdən saz vəziyyətdə saxlayın ki, artıq sərfiyyat olmasın. Bu barədə bələdiyyələrdən və icra hakimiyyəti orqanlarından dəstək istəyin. Bəzən onlar müəyyən layihələr çərçivəsində belə işlərdə köməklik göstərirlər. Bilirəm, bu sadəcə qaz xərclərini ödəmək problemini həll etmir, amma az da olsa fərq yarada bilər. Dördüncüsü, kollektiv müraciətlər edin.
Bir neçə pensiyası bir araya gəlib aidiyyət orqanlara, Tarif Şurasına, Prezident Administrasiyasına, Milli Məclisə, İqtisadiyyat Nazirliyinə, DSMF-ə yazılı şəkildə müraciət edə bilər. Kollektiv müraciətlər fərdi müraciətlərdən daha təsirli olur. Öz narahatlığınızı, bu qərarın nəticələrini ətraflı şəkildə bildirin. Göstərin ki, 300 manat pensiya ilə 400 manatlıq qaz pulunu ödəmək qeyri-mümkündür. Və nəhayət, hər zaman hüquqi dəstək axtarmaqdan çəkinməyin. Əgər sizə elə gəlirsə ki, haqqınız pozulur, qanunsuzluqla qarşılaşırsınız, o zaman peşəkar hüquqşünasa müraciət edin. Bəzən bir vəkilin məsləhəti, yaxud bir məktubu böyük problemlərin qarşısını ala bilər. Biz hüquqşünaslar sizin yanınızdayıq, sizin haqlarınızı qorumağa hazırıq. Əziz nənələr, hörmətli babalar, bu qış soyuq olacaq. Həm təbiətən, həm də cibimizə edilən bu baskı ilə. Bəs deyin görüm, ömrünüzü bu vətənə həsr edən siz dəyərli insanlar, qışda evinizi isitmək üçün pulu hardan alacaqsınız? 300 manat pensiya ilə bu 24 qəpiklik qaz pulunu necə ödəyəcəksiniz? Bu suala cavabınızı şərhlərdə gözləyirəm. Sizin səsiniz gücümüzdür.